Yiyəcəm səni. Mənim ürəyimdə kin yoxdur. Mənim ürəyimdə 200'də sən var yoxundur. Mənim ürəyimdə kin yoxdur. Bildin? Amma elə şeylər var ki, onları bağışlamaq olmur. Və bağışlamırsan da. Və səni başlayırlar qıraqdan. Vıdı 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 deyirsən yox lazımdır, ehtiyacdır, boş ver, yox İnanırsan, mən olsaydım, ağzımı açacağım, bir nəfərin adını çəkəcəm burada, hansı tiktoker deyirdi. Mən olsaydım, inanırsan Zuzu, o qədər əsəbiyəm ki Zuzu, bunu belə, boy. Əlim üzümdə 6 ay üstündən keçir, görürəm bu neyniyir. Ona görə heç kimin sözü ilə, yaxşıdır mənim ağlım başımda da az. Yaxşı da o xasiyyətim var. Heç kimin sözü ilə heç kimə qulaq asmıram, heç nə eləmirəm. Yo. Heç kimin sözü ilə mən heç nə eləmirəm. Şükür Allaha. Ağlım başımdadır. Min şükür. Pişik Günel'in adını çəkməyim burada. Pişik Günel bir üçün başa düşmədim. Pişik Günel bizim müğənnimizdir. Mən o 4-5 dəfə səhnədə görmüşəm. Mənim getdiyim məkanlarda görmüşəm. Mən Pişik Günel'lə çörək kəsməmişəm. 2-3 dəfə telefondan danışığım olub. Heç 3 dəfə də bəlkə olmayıb. O qızla mənim ümumiyyətcə 1-15 gün bundan qabaq telefon danışığım olub. Tomanın deyəsən telefonu ilə danışığım olub. Bir də oğlum onun bayramını təbrik eləmişdir Pişik Günel'in. Sevgililər günündə mənim oğlumu Pişik Günel çox istəyir. Oğluma dedim səhəri günü ki, sevgililər günü səhəri idi. Bir gün qabaq. Biz danışıb Pişik Günel ümumiyyətcə mənə atlaşınsı yoxdur. O qız məndən danışmır. Nömrəsi məndə var, mənim onda nömrəm var. Yəni o adını burada səsləndirməyəndə, yəni olmaz. Süleymanla mənim nə atlaşıyım var, xəstəsən. Vaxt gələcək, zaman gələcək, mən onu bilsən necə pərt eləyəcəm, onu canlı yayımda pərt eləyəcəm. Yadınızda bu söhbəti saxlayın. Bu söhbəti saxlayın yadınızda. Mən bu söhbəti onun üzünə vuracam. Amma vaxtı var. Oturun bu söhbəti yadınızda saxlayın ki, Zuzu bunu demişdi. Yadınızda saxlayın.